Ekber, Allahu Ekber. Azanlar Allah yolunda Eşhedü en seslenir. la ilahe illallah. Kilsə zəngləri Allah yolunda çalınır. Dualar Allah yolunda oxunur. Milyardlarla insanın bir Allahı var. Hamınız bir yerdə. Allahın ipindən yapışın. Bir-birinizdən yapışın. Allah'tan dönüş. Birinci hissə. Что такое советская власть? Sovet adamı özünü yaradan elan və böyük yaradanı inkar etdi. Не хотят понять, в чем газ. O məscid, kilsə və sinagogları bir sözlə Allahın evlərini yıxmağa girişdi. Sovet dövləti öz səhvini başa düşdü, amma gec idi. Müəyyən qədər o birinci mərhələ ilə ikinci mərhələnin arasında fərq var idi. Amma buna baxmayaraq iş işdən keçmişdi. Və bizə və İslama, dinə minlərlə məscidi olan Azərbaycanın fəqət 17 məscidi qalmışdı. Və 17 məsciddən azan səsi gəlirdi. Sovet respublikalarında repressiyaya məruz qalanlar yalnız yazıçılar, şairlər, filosoflar olmadı. Quran oxuduğuna, namaz qıldığına, kilsəyə getdiyinə görə sürgün edilən din alimləri də var idi. Repressiya illərində Azərbaycandan 30 min din xadimi sürgün edilmiş, 9 min isə güllələnmişdi. Мой опыт и то, чем я располагаю, России нужны. Нужны. Буду до конца бороться. Amma hər şeyin bir sonu olur. Sovet İttifaqının sonu yaxınlaşırdı. Ölkənin hər yerində baş qaldırmış ümumxalq narazılıqları qarşısı alınmaz bir prosesə çevrilmişdi. Dinin önündə gedən insanın içindəki Allah xofu və Allaha inam onu milyonların önünə çıxardı. Bütün dövlət aparatının sınıb sıradan çıxdığı günlərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allah Şükür Paşazadə milyonları iflic olmuş qanunlar ətrafında yox, Allah kəlamı ilə birləşdirən xadimə çevrildi. Beləliklə, 1990-cı il yanvar ayının 19-undan 20-sinə keçən gecə Azərbaycanda həm də iman təntənəsi baş verdi. Xalqı SSR-nin prezidenti Mikhail Qarbaçova, Müdafiə naziri Yazıva, Daxili İşlər naziri Bakatinə də qarşı çıxmağa vadar edən ilahi güc idi. Allah'a dönüş. İkinci hissə. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Sovet adamının Allah adamına dönmə istiqamətində uzun yolu başladı. Biraz əvvəl əlinə külünk alıb Allahın evini yıxanlara Allahın rəhmi gəldi. O insanların evini yıxmadı. Fürsət verdi ki, insanlar yıxdıqları Allah evlərini yenidən tiksinlər. Millət ayağa qalxaraq Sovet maşınını devirib
böyük bir qəzadan qurtarmışdı. Allahın məskənlərini Allahın adına layiq bərpa etmək lazım idi. Bunu etmək üçün böyük missiyanın önünə düşüb xalqı arxasınca aparan insana ehtiyac var idi. Heydər Əliyevin hakimiyyətə dönüşü ilə Allah evinə üst tutması bu missiyanın son aqibətini müəyyən etdi. Köhnə və baxımsız məscidlər, unudulmuş kilsələr və sinagogları Allahın adına layiq görkəmə gətirmək üçün gərgin işləmək lazım idi. İman gələndən sonra bizim neft quyularımızda da başladı neft çıxmağa. Ondan sonra hatta heç ağlımıza gəlməyən, yəni Azərbaycan xalqı bilmirdi ki, qaldı başqa yerdən bəlkə də, amma başladı həm də qal çıxmağa. Quran və Konstitusiya haqqı. Üçüncü hissə. Allaha söykənən insanlar artıq öz yerlərində möhkəm dayanmışdılar. Mədrəsələr açılır. Regionda dini mükəmməl bilən dinşünas alimlər yetişirdi. Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da din dövlətdən ayrıdır. Azərbaycanda Prezident Heydər Əliyev heç kimin gözləmədiyi addımı atmaqla əslində vətəndaşa bir iman nümunəsi göstərdi. Allahu Akbar. Allahu Akbar. Əzim dualarını birbaşa Kəbədə, qiblənin özündə pıçıldayan Heydər Əliyev dövlət və din münasibətləri arasında pərdəni şəffafadək incəltdi. Bütünlüklə Qafqazın ruhani ovqatının formalaşmasında bu adamın rolu çox böyük oldu. Heydər Əliyev özünün başlıca vəzifələrindən biri kimi Kiçik Həcc adlanan ayini ümrə ziyarətini icra etdi. Yəni Azərbaycan bir İslam dövləti deyil, amma Azərbaycan həm də bir müsəlman dövlətidir. Əlimi Quran-ı Şərifə basaraq and içirəm ki, Azərbaycan xalqının milli və mənəvi ənənələrinə daimi sadiq olacağım və bu ənənələrin Azərbaycanda bərqərar olmasına, yaşamasına təminat yaradacağım. Azərbaycan şəriət qanunları ilə idarə olunmur. Amma onun prezidenti Konstitusiya ilə yanaşı Qurani Kərimə də and içir. Və bu zaman ona bu müqəddəs kitabı bütün Qafqazın şeyxi şəxsən təqdim edir. Heydər Əliyev Həzrətlərinin gəlişi ilə başqa Sovet dövlətlərindəki olmuş o respublikalara da öz təsirini göstərdi. İslama olan münasibət və illərlə Peyğəmbər məhəbbəti qəlbində olan Heydər Əliyev Həzrətləri birinci addımını prezident seçiləndən sonra Peyğəmbər Əleyhisselamın Mavludu günlərinə düşdü və Təzəfir məscidinə gəldi. İslam özündən əvvəlki dinlərin zəminində yarandığından, bütün digər kitab əhlini özünə cəlb edə biləcək çoxlu xüsusiyyətə malikdir. Bir nəfəri öldürməyi bəşəriyyəti öldürməyə bərabər tutan müqəddəs Qurani Kərim müharibələrə qarşıdır. Elə ona görə də cihad çağırışı hər şeydən əvvəl insanın özünün nəfsinə və cəhalətə qarşı çıxmasıdır. Elə buna görə də Qarabağda dağıdılan məscidlər, hətta kilsələrin özünü belə silah-sursat anbarına çevrilməsi tək küfr əməllərinə böyük mərhəmət və lütfkarlıqla cavab verir.
Böyük yaradana itaət Bakıdakı katoliklərin, pravoslavların kilsələrində, Yəhudilərin sinagogunda sərbəst şəkildə həyata keçirilir. Bura isə böyük sayğı ilə qorunan erməni kilsəsidir. Nə Azərbaycan dövləti, nə də İslam dini Allahın bu əziz evinə toxunmağa izin verir. Azərbaycan isə bu kilsəni məhz hansısa qonağa nümayiş etdirmək və ya özünün nə qədər rəhimdil alicənab qarşı tərəfin nə qədər amansız olduğunu isbat etmək üçün belə yaxşı saxlamır. Bu Azərbaycanın, İslamın xarakterindəndir. Dinə olan münasibətidir. Quran-ı Kərimi yandıranların cavabını burada Tövratı, İncili ya da Bibliyanı yandırmaq fətvası ilə vermirlər. Elə ona görə də dini liderlərin ümumdünya sammiti Bakıda keçirilir. Dünyanın müxtəlif din daşıyıcılarını təmsil edən dövlətlərin məhz Bakıda toplanması təsadüf deyil, məntiqi nəticədir. Bu fakt həm də Azərbaycana olan etibarın ifadəsidir. Bütün peyğəmbərlər bir arada. 4-cü hissə. Əlimi Quran-ı Şərifə basaraq and içirəm. Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam. Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyevin din və iman yolunu dövlətin ana xətti ilə uzlaşdıraraq davam etdirir. İlham Əliyev İslama münasibətini, eləcə də öz xalqının milli mədəni və mənəvi irsinə bağlılığını qürurla nümayiş etdirir. O, Heydər Əliyev tərəfindən inşası başlanmış Bibi Heybət məscidini hazır edib möminlərə təhvil verdi. Alban kilsələri və digər dinlərin məbədləri ilə yanaşı Təzə Pir məscidini din və dini təhsil ocağına çevirdi. Həyat yoldaşı UNESCO-nun Azərbaycandakı sülh məramlı səfiri Mehriban Əliyeva ilə birlikdə kilsələrin və sinagogların bərpasına, yenilərinin tikilməsinə şərait yaradır. Bir çox hallarda maliyyə dəstəyi də göstərir. Azərbaycanda fəaliyyətdə olan məscidlərin bərpa və inşa məsələlərini həyata keçirməklə o, Azərbaycan xalqının kosmopolit yox, tolerant olduğunu dünyaya göstərdi. Prezident və bütün Qafqazın şeyxi dövləti dini uzlaşmanın etibarlı qaydaları kimi çıxış edir. Amma Qafqaz, o cümlədən Azərbaycan yalnız müsəlmanların bir dini məskən kimi üst tutduğu bir məkan deyil. Burada müxtəlif dinlər, müxtəlif təriqətlər, eyni sayğı və ehtiramla qarşılanır. Allah evinə dəvət olunmuş qonaqlar kimi ilahi nemətlərdən paya layiq görülür. Burada bütün peyğəmbərlər, Allahın əziz elçiləri kimi həmişə layiq olduqları hörmətlə yad edilir. Terroru, irqi, dini ayrı seçkiliyi qətiyyətlə pisləyən İslam, dincliyi və anlaşıqlı birgə yaşamanı təbliğ və təlqin edir. Tövratı, İncili, Bibliyanı da Quran-ı Kərim kimi müqəddəs sayan İslam Azərbaycanı dini tolerantlıq baxımından dünyanın oxşarı olmayan bir parçasına çevirib. Dinə hər bir kəsin Allah ilə bağladığı əqdə, əqidəyə hörmət edilir. Bu hörmətin əsası isə Allahu Əkbər nidasından başlanır.
Bu ölkədə həm milli mənəvi dəyərlər qorunur, amma eyni zamanda ən nüfuzlu dünyəvi mərasim və məclislər təşkil edilir. Azərbaycan həm dinlərarası ümumdünya sammitini, həm də beynəlxalq musiqi yarışmalarını, böyük elmi-texniki forumları eyni müvəffəqiyyətlə təşkil etməklə unikal xarakter nümayiş etdirir. Azərbaycanın həm duaları, həm də əlahiddə süni peyki göylərə ucalır. Bugün Azərbaycanda məsciddə, kilsədə və sinagogda oxunan dualar, yandırılan şamlar, vahid Allahın nuru kimi hər bir iman əhlinin qəlbinə düşür. Azərbaycan, Qafqazın bir müsəlman ölkəsi olaraq öz bayrağında İslamın yaşıl rəngini daşıyır. Yaşıl, bayrağın bütün rənglər arasında ən alt qatdadır. Bunun rəmzi mənası var. Qalan rənglər iman üzərində bərqərardır. Ey iman gətirənlər, şahidliyiniz özünüzün və ya valideynlərin ya da yaxın qohumların əleyhinə olsa belə Allah şahidləri kimi ədaləti qoruyun. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyata qapılıb haqdan uzaqlaşmayın. Əgər siz cəfəngiyat danışsanız və ya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır.